Hörmətli izləyicilər, videonu izləyib şərh yazmağı və kanalımıza abunə olmağı unutmayın. Əvvəlcədən təşəkkürümüzü bildiririk. Bugün 6-sı 12-ci ay 2025-ci il bizim deməli bu bulağa çox belə necə deyim, mən həmişə deyirəm, həmişə dəyər verirəm. Ən zəhməti çox olan Hasay müəllimdir. Hasay müəllimin qardaşı oğlu Talib Azayoğlu'nun anım günüdür. Allah rəhmət eləsin. O cümlədən Allah bütün şəhidlərimizi rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Allah ölkəmizi, dövlətimizi, prezidentimizi qorusun. Elə ilk öncə mən bir əmi kimi Hasay müəllimə söz verirəm. Buyur Hasay müəllim. Sizin qardaşınız oğludur. Təşəkkür, çox sağ ol. Talib, mənim atamın adım Başirdir. Çox mədur, cəsur, biliklidir. Zürdən Hadruta qədər döyüş yolu keçdi. Şəhidlik zirvəsinə yüksəldi. Allah qənidən rəhmət eləsin. Nəinki Talib, bütün şəhidlərə. Bizim Ali Baş Komandan, möhtərəm prezidentimiz çalışır, 30 il çalışır ki, bu müharibə olmasın. Müharibə bilirdi ki, itki olacaq. Burada şəhid verəcək. 30 ildə gördü alınmadı. Ona görə müharibə yoluna alındı. Ali Baş Komandanın sayəsində torpaqlar və şəhidlərin sayəsində torpaqlar azad oldu. Allah hamısına qəm rəhmət eləsin. Hamısının qarşısında baş əydik. Amin. Allah rəhmət. Bütün şəhidlərini. Bütün şəhidlərini. Sözlü döyün, ağzaqallar, siz də sözlü döyün. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah şəhidlərə rəhmət eləsin. Siz de sözlü döyün. Allah rəhmət eləsin. Allah məktəbdən zəhmət eləsin. Gecə cənnət. Amin. Allah qazilərimizə can sağlığı verir. Şəhidlərimizə Allah rəhmət eləsin. Yəni olan yerlər cənnətlikdir. Onlar ölmürdür, həmişə yaşayırlar. Qəlbimizdə yaşayırlar. Yaşayırlar da. Onların sayəsində biz burada rahat nəfəs alırıq. Yəni azadımız onlara bağlıdır. Olub. Çox sağ olsunlar. Qalanlara can sağlığı versin. Nə deyə bilərəm. Bəli. Şəhidlər heç vaxt ölmür. Vətən də bölünmez. Bəli, vətən də bölünməzdir. Biz o şəhidlərimizin hesabına başımızı indi dik tuturuq. Bəli, onların qanı, canı bahasına Allah Ali Baş Komandanımızı İlham Əliyevi də qorusun. Ona görə o deyirdi həmişə, mən nəyi bilirəm, nə vaxt eləmək lazımdır. Ona görə biz 30 ilə yaxın 20% torpaqlarımızın əsarət altında olsa da biz xalq olaraq, bir Azərbaycan vətəndaşı olaraq Cənab Prezidentimizin arxasında dəmir yumruq kimi birləşib bu şəhidlərin qanı, canı bahasına Ali Baş Komandanımız İlham Əliyev olmaqla biz bu torpaqlarımızı azad etdik. Bəli, biz indi bunlarla qürur duyuruq. Biz onları böyüdən valideynlərin, əmlərin, dayıların, hər kimin məsələn böyüdür də adi bir balaca bir iş görürsən, ancaq o boyda igidi, böyügidi vətən yolunda qurban vermək hər bir adamın işidir. Bəli, o çox tərbiyədən asılıdır. Gözəl tərbiyə görmüşdülər bizim şəhidlər, qazilərimiz. Ona görə onların qanı bahasına, canı bahasına biz bu torpaqlarımızı azad etdik. İndi də azad firavan yaşayırıq. Bəli, mən bir çox dövlətlərdə, bir çox ölkələrdə olmuşam. Yəni, bizim dövlət kimi azad, sərbəst, gəzməyimiz sərbəst, yaşamağımız sərbəst. Azərbaycan Respublikasının ərazilərində, yəni polislərimizin sahəsində, Cənab Prezidentimizin qərarı sərəncamı sayəsində biz azad firavan gəzib nəfəs alırıq. Məsələn, heç bir maneçiliyimiz yoxdur. Çox gözəl quruluşumuz var, çox gözəl iqlimimiz var. Ona görə də mən bu şəhid valideynlərinin qarşısında həmişə baş əyirəm, onların əllərindən öpürəm. Allah yenə bütün şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah ölkəmizi qorusun, Allah prezidentimizi qorusun. Allah bu ağır gündə qoruyan
ordumuzu qorusun. Da bu cəmiyyətə də can sağlığı versin. Elə bax bugün sağlam candan gəlib məsələn belə tədbirlərdə biz iştirak edirik. Belə bulaqlar tikirik, tədbirlər keçirdirik. Bu şəhidləri biz indiki və gələcək nəslə tanıtdırmalıyıq. Onları biz tanıtdırmalıyıq. Necə tanıtdırmalıyıq? Belə tədbirlər keçirməklə, belə bulaqlar tikməklə, belə abidələr qoymaqla bu şəhidləri biz dünyaya tanıtdırıb əbədiləşdiririk. Bəli. Ona görə yenə mən o şəhid valideynləri qarşısında baş əyirəm. Şəhidlərə eşq olsun. Söz yox, biz rəhmət diləyirik. Ancaq eşq olsun bizim şəhidlərə, eşq olsun bizim qazilərə. Çox sağ olun, hamıza minnətdaram. Çox sağ olun. Ağsaqqallar indi gəldi də bu sözlərini desin. Ələskər müəllim, siz də sözünüzü görün də. Şükür ki, bizler bir Azerbaycan Respublikası'nın vatandaşı kimi şehirlerimizin karşısında baş eğri valideynlerinin ellerinden ötürür ve Əbülfət müəllimə də öz minnətdarlığımı bildirəm ona göre ki belə bir abidə yaradıbdır. Bu elə bir kompleksdir ki, gelecek nesiller için yadigardır. Bir daha efendim size teşekkür ediyorum. Çox sağ olun. Elə hamıdır, ərzində yaşayan insanların hamısının zəhməti var. Əbülfət müəllim məni çox təbrik edir. Ancaq bu şəhidlərin ərsiyyə gəlməyində inandırım sənə ustalığından, memarlığından, hamısında bu kişinin əziyyət çəkir. Allah Çox sağ olasın. Canın sağ Çox olsun. sağ olasın. Allah bu dəqiq o Sağ şəhidlər bu laqedə bu şəhər üstə. O da bakın 18.07.2010 bundan sonra müharibə başladı torpaqlar alınmış 4 gün ərzində. Hamı istədi ki, mən mübariz olur. Hər kəslər mübariz kimi qəhrəman olur. Azərbaycan torpağı yetişdirir. Elə onları yetişdirir ki, onların canın fəda edir ki, mənim torpağım azad olsun. Onların sayəsində biz bu günləri azad və firavan yaşayırıq. Çox sağ olun. Bəli, Allah'ın səbəbi. Mənim Sizin cəmiyyətim əziyyətiniz çoxdur. bilirsiniz, çox sağ olun. Mənim bilirsiniz, cəmiyyətim Milli Qəhrəman Mübariz İbrahimovun adını yaşadan mübarizlər cəmiyyətidir. Bunu mən təsis eləmişəm. Türkün Fəxri qəzetidir, mən təsis eləmişəm. Məğlub edilməz jurnaldır, mən təsis eləmişəm. Öz bildiyiniz kimi qəzetimdə çıxır, yayımlanır. Ancaq mənim qəzetimdə negativ şeylər yoxdur. Həmişə şəhidlər haqqında, həmişə dövlətimizin bütövlüyü haqqında məqalələr dərc olunur orada. Yəni deməyim odur ki, biz şəhidlərin qarşısında borcluyuz, həmişə borcluyuz. Şəhidlər ölmür, vətən bölünmür. Biz də bir Azərbaycan vətəndaşı kimi həmişə onları nə qədər nəfəsimiz var, onlara anım günü keçirdəcəyik, doğum günlərin, vəfatı günlərin, belə tədbirlər keçirdəcəyik ki, Heç vaxt unudulmasınlar. Bəli, onların unudulmaması üçün biz həmişə belə tədbirlər keçirməliyik. Sizə də Allah can sağlığı versin. Sizin də hamıza minnətdaram ki, belə tədbirlərdə gəlirsiniz, iştirak edirsiniz. Mənim ətrafımdasınız. Mən də sizin hamıza minnətdarlıq edirəm. Çox sağ olun. Minnətdaram mən də sizə. Çok sağ olun. Yenə kimin Allah razı olsun. nə sözü varsa Çok deyə sağ olun. bilər. Yasa sözünü o da değil. Yenə Allah rəhmət eləsin şəhidlərimizi. Allah sizlərə də can sağlığı, Allah ölkəmizi qorusun, Allah vətənimizi qorusun, Allah prezidentimizi qorusun. Allah bu cəmiyyətimizi qorusun. Yenə şəhid valideynləri qarşısında baş əyirəm, əllərindən öpürəm. Çox sağ olun. Qarabağ Azərbaycandır. Bəli, Qarabağ Azərbaycan. Zəngəzur Azərbaycan. Ermənistan, Yerevan Azərbaycan. Bəli, gec tezi var. Çəkilişdə göstərdiyi təşkilati dəstəyə görə Milli Qəhrəman Mübariz İbrahimovun adını yaşadan Mübarizlər Cəmiyyətinin təsisçisi Əbülfət Şahmarova, təsisçinin müavini Sədrəddin Əliyevə təşəkkürümüzü bildiririk. Operator Neymət Muradlı, montaj Rəşad Xaliqov, səsləndirdi Anar Əhmədov.